Bəziləri elə düşünür ki, özləri və yaxınları başqalarından daha üstündürlər. Onların qardaşı ən güclü insandır ya da yalnız oğulları və qızları kamildir. Yaxşı, bu bir baxışdır, amma insan bir mövzu haqqında danışanda və ya mühakimə yürüdəndə çox diqqətli olmalıdır ki, ədalətə riayət etsin. Bu da Quranda bildirilən bir fikirdir. Ən'am surəsi 152-ci ayədə belə deyilir. وَإِذَا قُلْتُمْ فَعْدِلُوا وَلَوْ كَانَ ذَا قُرْبَى Və siz fikir bildirdikdə ədalətli olun, hətta bu yaxınlarınız haqqında olsa belə. Başqa sözlə, qohumbazlıq və ayrı seçkilik qadağandır. Əsl dəyərli və ləyaqətli insanlarla heç bir problemimiz yoxdur. Amma yaxınlarını hər kəsdən üstün görənlər, istər bilərəkdən, istərsə də bilməyərəkdən qohumbazlığın və ayrı seçkiliyinin tələsinə düşürlər. İndi baxaq, dünyada da vəziyyət belədir. İrqçilik, millətçilik də məhz buradan qaynaqlanır. Zamanla insanların beyninə yeridilib ki, bəzi millətlər və cəmiyyətlər daha mədəni və üstündür. Digərləri isə onlardan aşağı səviyyədə və çox pisdir. Buna görə də əgər lazım gələrsə, bizim maraqlarımız üçün başqalarına hücum etmək haqqımızdır. Bu düşüncə tərzi dünyada yayılıb. Məsələn, Qəzzada insanları zorla köçürərək Fələstin əhalisinin haqqını tapdalamaq istəyirlər. Lakin həqiqi bir müsəlman üçün irq və etnik mənsubiyyət üstünlük ölçüsü deyil. O özünü başqalarından üstün görməz və mənasız irqçi fikirlərlə hərəkət etməz. Sən hələ də xəyal qurursan, aha, indi oldu. Hər kəsin özünə məxsus bacarığı və qabiliyyəti var. Ona görə də mühakimə və düşüncələrimizdə ədalətsiz olmamalıyıq. Əgər hər kəs özünü başqalarından üstün görsə, artıq dünyada heç bir nizam qalmayacaq.